müraciət olunacaq. Emin Quliyev topu Mahmud Qurbanovdan qəbul etdi. Top Emin Quliyevdədir. Emin ötürməsi Zaur Ramazanova. Zaur Ramazanov topu özündən bir qədər irəli buraxır. Qarşısında burada Çiyev var. Zaur Ramazanov, Ceyhun Atışınov. Presik təsbik edir. Rəşad Kərimov zərbə meydançasında. Rəşad Kərimov zərbəsi və birlikte paylaştılar. Kazanencanan komandasının futbol azarkeşleri bu golü özüne məxsus şekilde qeyd edirlər. Ve Rəşad Kərimov meydançaya ikinci sırada daxil olan Rəşad Kərimov komandanın golunu vurdu. Zaur Ramazanov'un ötürməsindən sonra bak bu ekranlarda gördüğümüz Rəşad Kərimov topu MKSR komandasının qapısından geçirdi. Golun tekrarını yayın izleyeceğiz. Zaur Ramazanov topu komanda yoldaşına götürdü ve Rəşad Kərimov topu kapının uzak üçüncüne gönderdi. Bunun zərmə meydançasında karşısında Viştalyov ve Parkhonenko ve Rəşad Kərimov'un dəqiq zərbəsi. Azərbaycan Kubokunun həlledici Möhsünün son görüşü, final karşılaşması. Xəzər Lənkəran MKT Arad oyunu və 90-cı dəqiqədə Xəzər Lənkəran komandası gol vurur.